Onda başlayaq kompleks ədədlərə. Kompleks ədədlər nə deyilir? Birinci tərifini deyək. Əslində biz əvvəlcədən natural ədədlər keçmişdik. Sonra natural ədədlərdən sonra tam ədədlər. Natural ədədlər demişdik saydığımız bütün ədədlər natural ədədlər adlanır. Sonra tam ədədlər demişdik natural ədədlər, onların əksi və sıfır gedirdi tam ədədlər. A bölü 5 şəklində göstərilə bilən ədədlər adlanırdı rasional ədəd. A bölü 5 şəklində göstərilə bilməyən və yaxud da dövrü olmayan sonsuzluq kəsirlər və yaxud da tam kök çıxmayan ədədlər, məsələn kökdə 2, kökdə 3, Y ədədi, pi ədədi, onlar hamısı gedirdi irrasional ədədlər. Biz normalda məsələn kvadrat tənlikləri həll edəndə, məsələn orada diskriminant mənfi olanda deyirdik ki, kvadrat tənliyin həqiqi kökü yoxdur. Amma kompleks ədədlərdə kvadrat tənliyin diskriminantı mənfi olduqda da köklərin tahmağı olur. İndi ona biraz sonra sualları izah edəndə, nümunə misal göstərəndə izah edəcəm necə həll olunur deyə. Birinci kompleks ədədin tərifini verməmişdən əvvəl xəyali vahid nəyə deyilir? Burada ekranda gördüyünüz kimi xəyali vahid i kvadrat bərabərdir mənfi 1 şərtini ödəyən ədəddir. Yəni i kvadratını mənfi 1 kimi qəbul ediblər. İndi xəyali vahidində qüvvətləri var. I kvadrat mənfi 1-dirsə, sonra i kub olur, i kub. I kubunu yazırıq i kvadrat vur i kimi. Bu deyilir nə? Mənfi i. I üstü 4 isə yaza bilirik. I kvadratının kvadratı. I kvadrat mənfi 1 olduğuna görə mənfi 1-in kvadratı. Bu da nə edir? Müsbət 1. İndi xəyali vahidin qüvvətini tapanda da artıq i üstü 4 oldu 1. Sonra i üstü 5 olanda bunu yazırıq. I üstü 4 vur i kimi. I üstü 4 1-də axı. Təzdən olur 1. Yəni i üstü 5 əslində 1 vurulsun i elə i deməkdir. Ona görə burada xəyali vahidin qüvvətlərini taparkən, tapmaq istədikdə biz onu nə edirik? 4-ə bölürük. Məsələn bu 422. I üstü 422 var. 422-ni 4-ə böləndə qalıq nə qalır? 2 qalır. Yəni 422 elə nə deməkdir? I kvadrat deməkdir. Məsələn burada başqa bir dənə yazaq. I üstü deyirəm ki 5700 tutaq ki 43. Bu nə deməkdir elə? Deməli 4-ə bölünmə əlaməti nə idi? İlk iki rəqəmi 4-ə bölünməsi. Bəli, son iki rəqəmi əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, ədəd onda 4-ə tam bölünür. Deməli biz onda 43-ü bölürük 4-ə. 43-ü 4-ə böləndə qalıq olur kub, 3 olur. Yəni bu olur i kub. I kub da nəyə bərabərdir? I kub da biraz əvvəl yazdık. I kvadrat vuruşun mənfi. Yəni i üstü 5743 elə nəyə bərabərdir? Mənfi i-yə. Yəni biz bunun qüvvətini tapanda, xəyali vahidin qüvvətini tapanda 4-ə bölürük. Yerdə qalığına qalırsa onun qüvvətini tapıb sonra hesablama aparırıq. Məsələn başqa bir dənə də yazaq. Tutaq ki yazıram 576. 76-nı 4-ə böləndə neçə dəfə düşür qalıq? 76-nı 4-ə bölsək. Qalıq nə olur burada? Tam bölünür. 0 olur da elə bir ki. Evet. i üstü 0, yəni bu elə nə deməkdir? 1 deməkdir. 1. Yəni bu şəkildə xəyali vahidin qüvvətlərini tapmış oluruq. İndi bunu dedikdən sonra deməli keçirik kompleks ədədin tərifinə. Kompleks ədədlər nə deyilir? A, B daxildir R. R ilə həqiqi ədəd. Bildiyimiz bütün həqiqi ədədlər ola bilər. Kəsir də ola bilər, köklə də ola bilər. A plus BI şəklində ifadə olunan ədəd kompleks ədəd adlanır. Burada da nümunədə gördüyünüz kimi mənfi 3 plus 5-i və yaxud da Z bərabərdir yaza bilərik. Kökdə 3 çıxılsın I və yaxud da yaza bilərik Z bərabərdir nə bilim 2-də 1 çıxılsın və yaxud da üstə gəlir kök altda 3i və s. Bunlar hamısı gedir nə? Kompleks ədədlər. Burada A adlanır, daha doğrusu həqiqi hissə. B isə adlanır xəyali hissənin əmsalı. B, I birlikdə, yəni bu hissəsi xəyali hissə adlanır. B adlanır xəyali hissənin əmsalı. Deməli, kompleks ədədlər çoxluğu C ilə işarə olunur. Bir də xəyali hissənin, məsələn, RZ, real sözünə, yəni o həqiqi sözünün baş hərfi kimi. RZ deməli A-nı bildirir. İMZ-də nəyi bildirir? B-ni bildirir. Yəni, misallarda bu tipdə qabağınıza çıxacaqsa, biz bu şəkildə bunu
hesablamış olacağıq. İndi deməli bütün həqiqi ədədlər, həqiqi ədədlər əslində kompleks şəkildə yazıla bilər. Məsələn, tutaq ki, z bərabərdir deyə yazıram 2. Bunu yaza bilərik 2 üstəgəl 0 i. Yəni xəyali hissəsi 0 olan kompleks ədəd deyə bilərik. Deyəcək ki, 2-nin həqiqi hissəsi 2-dir. Xəyali hissəsinin əmsalı isə nədir? 0-dır. Bu şəkildə qəbul etmiş olacağıq. 2 gedir həqiqi ədəd, amma z bərabər tutaq ki, yazıram 3i, gedir sırf xəyali ədəd. Burada da nədir? Həqiqi hissəsi 0 olan kompleks ədəd adlanır. Xəyali hissənin əmsalı isə burada nədir? 3-dür. Deməli, hər bir həqiqi ədəd həm də kompleks ədəd, biraz əvvəl dediyim kimi, yəni belə deyək də, kompleks ədədlər çoxluğu, həqiqi ədədlər çoxluğunun bir daha genişləndirilmiş versiyasıdır. Kompleks ədədlər nə vaxt bərabər olur? Kompleks ədədlərin bərabərliyi. Həqiqi və xəyali hissələr bir-birinə bərabər olarsa, kompleks ədədlər adlanır bərabər kompleks ədədlər. Bəzən suallarda nümunə olaraq düşə bilər. Məsələn, z bərabər deyir ki, tutaq ki, 3 çıx 4-dir. Deyək ki, bir də z bərabərdir, z1 deyək, z2 bərabərdir. Tutaq ki, a çıxılsın, tutaq ki, b və yaxud da bunu b yazaq, bunu da yazaq 5i. Üstəgəl 5. Deyək ki, z1 bərabər z2 olarsa, onda a olacaq 3, b də olacaq nə? -5. 5. Yəni bu tipdə suallar düşəndə bu qaydadır. İndi bu asan versiyası da, biraz daha çətin versiyalar olacaq. Deməli, orada biz nə edəcəyik? Həqiqi və xəyali hissələri bərabərləşdirib sualları həll etmiş olacağıq. Kompleks ədədlər üzərində hansı əməlləri yerinə yetirmək olar? Toplama əməli, çıxma əməli, vurma əməli, bölmə əməli. Toplanma, çıxma adi bildiyimiz iki ədədlərin toplanma, çıxılması qaydadır. Yəni, onlara oxşardır. Həqiqi hissələr 1 toplanır. Xəyali hissələrdə 1 toplanır. Çıxanda da həqiqi hissələr 1 toplanır. Xəyali hissələr 1 çıxır. Məsələn, burada misalda da gördüyümüz kimi 5 üstəgəl 1, 3 üstəgəl -2. 5-in üstə 3, 1 gəldi, elədi 6. 3-nin də üstünə -2 gələndə o da elədi i. Bu toplanması. Bunların çıxılmasını da yazası olsa, məsələn, z1 çıx z2 yazsam, 5 üstəgəl 3i çıxılsın 1 çıx 2. Elə bir 2 dənə 2 ədəddən çıxılması qədər. 5 çıxılsın 1 elədir 4. 3i çıxılsın -2 o da -, müsbət olur. Üstəgəl 5i olur. Yəni z1 çıx z2 olur 5i. Çıxılması da bu formada olmuş olur. İndi vurulması da yenə eyni qaydada, elə bir ki, 2 ədədin 2 ədədiyə vurulması kimidir. Burada da misalda görürsünüz. Misal üçün, birinci 5-i götürüb 2 çıx 3-yə vursaq, deyək 10 çıx 15-i, sonra 3-ini də 2 çıx 3-yə vursaq, 6-i, 3-i vur -3-i, o deyil -9 i kvadrat. i kvadratda bilirik ki, nədir? -1-dir. Ona görə onun yerinə -1 qoyub hesablayırıq və alırıq 19 çıxılsın 9i. İndi bölünməsi də necə olacaq? Birinci bölünməsini deməmişdən əvvəl qoşmasını bilməyimiz lazımdır. Qoşmanı biləndən sonra bölmə əməli necə yerinə yetirir, onu da biləcəyik. Deməli, qoşma da nədir? A üstəgəl b idisə, a çıx b. Yəni, i-nin əmsalı b dəyişməklə qoşma kompleks ədədləri tapmış oluruq. Elə bir ki, biz məsələn, kökdə 2 plus 1 bunun qoşması deyəndə nə olurdu? Kökdə 2 minus 1 yazmırdıq. Burada da buna oxşardır. Deməli, deyək ki, 4 çıx 3 idisə, bunun qoşması nə olacaq? 4 plus 3-i. Sadəcə i-nin əmsalı, yəni xəyali hissənin əmsalı nə olur? Əksinə işarəsi dəyişmiş olur. Misal üçün, burada kvadrat tənlikləri biz həll eləyəndə, həqiqi ədəd olanda, yenə dediyim kimi, məsələn, həqiqi kökləri həqiqi olanda tutaq ki, irrasional ədəddirsə, kökdə, deyək ki, 1 çıx kökdə 2-dirsə, kökün 1-i, o birisi olurdu nə? 1 plus kökdə i. Burada da kvadrat tənlikdə də kökün 1-i əgər, deyək ki, 3 çıx kökdə 3 çıx idisə, misal üçün deyək, o birisi nə olacaq? Mütləq onun qoşması olacaq. 3 plus i. Sonra məsələn, kökləri bu
olan 3 sıx i, 3 plus i olan kvadrat tənində artıq biz Viet teoremə görə istəsək yaza bilərik. Düz biraz sonra yenə gələcək. Məsələn, Viet teoremi nə idi? Demişdik ki, köklərin cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalı, hasil isə sərbəst həddə bərabərdir. Amma çevrilmiş kvadrat tənlidir də. Biz də çevrilmiş kvadrat tənlici, məsələn, x1 plus x2 vurulsun x, üstə gəl x1 vur x2 bərabərdir 0 yazmış oluruq. İndi buradan bunları toplasaq bir dəfə, toplayanda nə olur? 6 eləyir. Deməli, onda x kvadrat çıx 6x vuranda nə edir? 3 çıx i, 3 plus i edir 9 çıx i kvadrat. Bunları bir-birinə vuranda 9 çıx i kvadrat, bu da 10 eləyir. Deməli, üstə gəl 10 bərabərdir 0. Həqiqətən də siz bu kvadrat tənliyə diskriminantı tapası olsaq, 6-nın kvadratı 36 çıx 40 nə olur? Mənfi 4. Görürsünüz nə oldu? Diskriminant mənfi oldu. Amma kökləri bunun nədir? 3 çıx i, 3 plus i. Yəni bu şəkildə kökləri kompleks olduqda kvadrat tənliyi bu şəkildə biz yaza bilərik. Məsələn, deyək ki, kökləri 3 çıx i və yaxud da ikisi verməz. Yenə deyirəm, bir dənə kök verər. Deyək ki, kökün biri 3 çıx i idisə, onda bu kökü 3 çıx i olan kvadrat tənliyi yazın. Onda Viet teoremə görə bu şəkildə yazmış oluruq. İndi gəlirik kompleks ədədlərin bölünməsinə. İndi kompleks ədədlərin də bölünməsi hansı formada olur? Deməli, əgər bölürsə, onda məxrəcin qoşmasına vururuq, sürət məxrəci. Qoşmasına vurub o şəkildə isə, məsələn, yuxarıdakı misalı yazası olsaq, 5 plus, deməli, burada indi yazıram, tutaq ki, 5 plus 3i bölünsün 2 çıx 3i. Bunun qoşması olacaq 2 plus 3i. Deməli, sürət məxrəci nəyə vuracam? 2 plus 3i-yə vuracam. Burada da nə olur? 5 üstə gəl 3i, 2 plus 3i. Məxrəci bir-birinə vursaq, nə olur aşağıda? 4 çıx 9i kvadrat. Yuxarıda nə olur? 5 vur 2, 10. Üstə gəl 15i. Üstə gəl 6i. 3-ini də 3-yə vursaq, üstə gəl 9i kvadrat. Bunu da sadələşdirəndə 9i kvadrat. I kvadrat mənfi 1 olduğu üçün aşağı eləyir 13. Yuxarıda deyilir 9i kvadrat mənfi 9 eləyir. Ondan 9'u çıxanda eləyir 1. 5 ilə də 6 ilə toplayanda eləyir 11i. Bunu da istəsək yaza bilərik. 13-də 1, üstə gəl 13-də 11i. Burada nə eləmiş olduq? Kompleks ədədləri bir-birinə bölmüş olduq. Yəni, bu şəkildə sadələşdirmiş oluruq. Yəni, iki kompleks ədədin nisbətini tapmış oluruq. Məsələn, 39-cu sualda deyir, hansı şərt ödəndikdə A plus BI və A üstə gəlib BI kompleks ədədlərin fərqi, bax, fərqi sırf xəyali ədəddir. Fərqi sırf xəyali ədəd. Bunları çıxanda nə olur? A1 çıx A2 üstə gəl B1 çıx B2 vurulsun i. Sırf xəyali ədəd olanda biz demişdik ki, bura nə olsun? 0 olsun. Yəni, A1 çıx A2 bərabərdir 0. Onda A1 bərabərdir A2. B1 isə nə olmalıdır? Fərqlidir B2. B2'ye beraber olmalıdır. Onda olur sırf xəyali ədəd. Yəni, bu tipdə sual var. İndi elə yenə kvadrat tənlidən biraz əvvəl misal yazdıq. Sonra burada misal üçün hansı tip sual var? Bax, burada görürsünüz 33-cü sual. Deyir ki, ədədini iki qoşma kompleks ədədin hansı şəklində göstərin. Deməli, biz bunu necə göstərə bilərik? A kvadrat hansı formada göstərə bilərik? 9b kvadrat. 9b kvadrat müsbətdir. Biz bunu göstərə bilmirik, amma bunu bu şəkildə yaza bilərik. 3bi-nin kvadratı kimi yaza bilərik. Bunun kvadratı yüksələn nə olur? 9b kvadrat i kvadrat. I kvadratda mənfi 1 eləyir, ona görə plus olur. Onda bunu da müxtəsər mad üstünə görə bu şəkildə yaza bilərik. 3 çıxılsın 3bi, daha doğrusu A çıxılsın 3bi, vurulsun A plus 3bi. Deməli, cavab nə olur onda burada? Cavab olur D bəndi. Bu şəkildə vuruqları ayırmış oluruq. Məsələn, 34-də nətər olar? Bax, burada deməli nə edirik? Kökdə 3 plus i-nin kubu üstü 3 kimi yazırıq. Kubu kuba yüksəldəndə 9 eləyir də.
İndi bunu mən yazıram 64-də o şəkildə özünüz evdə yazarsınız. İndi A plus B'nin kubu nə idi? A kub, yəni kökdə 3-ün kubu. Kökdə 3-ün kubu. Üstə gəl nə olur? 3A kvadrat, yəni 3 vur kökdə 3-ün kvadratı. Vurulsun i. Üstə gəl 3 kökdə 3. İ'nin kvadratı. 3AB kvadrat idi müxtəsər məczusunə görə. Üstə gəl 3i kub. Bunun da üstü nə olurdu? 3 olacaq. İndi kuba yüksəlsək nə olur? Kökdə 3-ün kubu eləyir 3 kökdə 3. Sonra bu eləyir kökdə 3-ün kvadrat elədi 3. 3 vur 3 9i. Üstə gəl 9i. Təzədən burada i kvadrat mənfi eləyir. Mənfi 1 eləyir. Bu eləyir çıx 3 kökdə 3. I kub da nə idi? Biraz əvvəl dedik. I kub başda deyəndə çıx idi. Mənfi. Mənfi. Aysa. Bunlar getdi. Qaldı buradan nə? 9i çıx i. Elədi 8i'nin kubu. 8i'nin kubu da neynər? 8'in kubu da 64. 64'ü də 518'e vuranda 512 eləyir də. 512 i kub. I kub da mənfi i olduğu üçün olur mənfi 512 i. Yəni cavab olur D bəndi. Kuba yüksəldik, bir də kuba yüksəldirik. Burada daha doğrusu D bəndi 63 idi. Yəni bu eyni qaydada 64'ü də yaza bilərsiniz. Bu şəkildə kuba yüksəldirik. İndi burada misal üçün 66 tipində sual var. Məsələn, burada deyək qoşma kompleks ədədlər. Bu biraz fərqli sualdır. Ona görə bunu mən izah edeyim. Yəni bu tipdə suallar hamısı elə bu formada olacaq. Deməli, nə edilir burada? Birincisi burada Z1 bərabərdir. Z1 bərabərdir. Z1 bərabərdir. Deməli, x çıxılsın 1. I üstü 5. I üstü 5 nə deməkdir elə? I deməkdir də 4'ə böləndə 1 qalıq qalır. Elə 3y i. Sonra Z2 bərabərdir nə olur? 4 çıxılsın. Deməli 4 çıxılsın x. Üstə gəl y. I üstü 7 nə deməkdir? I kub deməkdir. I kub da mənfi deməkdir. Ona görə olur. 1 plus x oldu i. İndi qoşma kompleks ədədləri biraz əvvəl dediyi nə idi? A plus B idisə, bunun qoşması olurdu A çıx B i. İndi xəyali hissələri bir götürürük, xərqi hissələrdə 1 götürürük. Xərqi hissələr burada nə idi? X minus 1, bax burada. Burada nə olur? 4 çıxılsın, x üstə gəl y. Bunları 1 bərabərləşdiririk. İndi qoşma kompleks ədəd olduğu üçün ya bunun əmsalına əks şərlə götürür, ya da bu birisin. Fərqi yoxdur. Deyək ki, 3y bərabərdir, yazıram. Deməli, 3y müsbət götürülmüsə, bu birisi olacaq. Elə mənfi 3y yaxşı götürək, bunu 1 plus x yazaq. İndi buradan da biz bunu tənliklər sistemi kimi sadələşdirsək, deməli, və yaxud sadələşdir, biraz sadələşdir, sonra həll eləsək, ikisini sola keçsək, 2x çıx y bərabərdir, neçə olur? 5. Buradan da nə olur? Deməli, x üstə gəl 3y, o da bərabərdir, mənfi 1. Artıq bu tənliklər sistemi biz burada həll eləsək, ikincini mənfi 2'yə vursaq, deməli 2x çıx y bərabərdir 5, mənfi 2x çıx 6y, bu da bərabərdir müsbət 2. Alt-altı toplasa nə olur? Mənfi 7y bərabərdir 7. Deməli, buradan da alırıq ki, y bərabərdir mənfi 1, sonra gətirib yerinə qoysa 2x mənfi 1 olduğu üçün, deməli, üstə gəlib 1 bərabərdir 5, x-də nə oldu? 2. Deməli, x 2 olur, y-də mənfi 1, yəni cavab olur C bəndi. Yəni, qoşma kompleks ədədlərə aid sualdır bu. Bu da bu formada həll olmuş olur. Elə bir ki, üstü, hər ikisinin üstü qüvvət üstü 7 olduğu üçün, bunu yəni belə yaza bilərsiniz. 1 plus i, 1 minus i üstü 7. Bunlar da bir-birinə vuranda nə olur? 1 çıx i kvadrat üstü 7. 1 çıx i kvadratda i kvadrat mənfi 1 olduğu üçün olur. Bu da elə neçə? 128. 75'də deyək, həqiqi əmsalı x kvadrat çıx 6x üstə gəl n bərabər 0 kvadrat tənliyinin köklərindən biri var, yenə deyil. Köklərindən biri x1 3 çıx 2 idisə, onda o biri kök onun mütləq nəyi olacaq? Qoşması olacaq. Onda Viet teoreminə görə
x1 vur x2 bərabərdir m-ə də. Burada da bunları bir-birinə vuranda deməli 3 plus 2 i bərabərdir m. Bu da 9 çıx 4 i kvadrat. M-də neçə olur? 13 olur. 80 və yaxud da 79-u yazsaq. Deməli 79-cu sualda z bərabərdir. Z çıxılsın 2i də onu 2 yazmır. Deməli belə yazırıq. Deyir ki, z komplekslərinin həqiqi hissəsini tapın. Z çıxılsın 2 idi. Z çıxılsın 2 idi. O i z'i sola keçirsə, olur i vur z. Bu 2i'ni də sağa keçirsə, 3 plus 2 i olur. Buradan z-i mötərizə xaricine çıxarsa 1 plus i, 3 plus 2. İndi deməli aydın oldu da buradan sola keçirdim i z-i. Z plus i z mənfi 2'ni də sağa keçirsə oldu bu. Buradan da z bərabərdir nə olur? 3 plus 2 i bölünsün 1 plus i. Bunu da biraz əvvəl dedik, sürət məxrəcinin qoşmasına vururuq. Yəni 3 üstə gəl 2 i 1 çıx i. Bu da 1 plus i 1 çıx i. Bu da bərabərdir. Aşağıda ilə 1 minus i kvadrat. Minus i kvadrat birbaşa da yazmaq olar. Əslində 2 də yaza bilərik. 1 çıx i kvadrat sadəcə aydın olsun deyə, sonra baxanda aydın olası çətinlik çəkməz deyə. 3 çıxılsın 3 i. Bu da elədir üstə gəl 2 i çıxılsın 2 i kvadrat. Bu da bərabərdir. Aşağıda elədi 2, yuxarıda elədi mənfi 2 i kvadrat müsbət 2 eləyir 5 çıxılsın i. Bunu da yaza bilərik 2-də 5 çıxılsın 2-də 1 i. Bunu da istəsiz yenə belə yaza bilərsiniz. 2-5 çıxılsın 0-5 i. Bu da həqiqi hissəsi soruşur. Həqiqi hissəsini tapın. Həqiqi hissəsi oldu 2,5. Yəni bu tip suallar da bu formada həll olmuş olur. Sualları yoxladısa, onda cavabları yoxladısa, hansı sual səhvdir, düzdür, mən izah edeyim, yaza bilmədiniz varsa. İkinci sual necə yazır? Loqaritm 7s-dən x plus 5 1 bölünsün loqaritm x kvadratda 9 əsasdan 49. Bu elə ki, keçən də belə bir dənə qayda demişdim. Məsələn, loqaritm a üstü m, b üstü m-dirsə, bu m-lər gedirdi elə nə qalırdı? A-dan b qalırdı. Burada x elə bir ki, bunu yaza bilərik ki, loqaritm 7s-dən x plus 0,5 bərabərdir. 1 bölünsün dediyinə görə mən bunların yerlərini dəyişdirə bilərəm. Yaza bilərəm loqaritm 49 əsasdan 9 böl x kvadrat. Bu 49 böl bunu da yaza bilərəm, belə yaza bilərəm də 7-nin kvadratı x-də 3-ün üstü kvadrat. Yəni əslində burada nə qalır? Loqaritm 7 əsasdan x plus 0,5 bərabərdir loqaritm 7 əsasdan 3 böl x. Bu 2'lər ilə bir gedir. Bu düstura görə də. Onda nə yaza bilərik? X üstə gəl 0,5 bərabərdir 3 böl x. Bunu da hər tərəfi x-a vursa nə olur? X kvadrat üstə gəl 0,5x3 bərabər 0. Bunu da 2'yə vura belə gedir. Əslində diskriminantla yaza bilərik. 2'yə vursa nə olur? 2x kvadrat üstə gəl 2 çıx 6 bərabərdir 0. İndi bunu da necə köklərini tapa bilir? Vuruqları ayırmaqla və yaxud da diskriminantla tapmaq olar. 2x çıx 3. Yəni bunu istəsən, sən diskriminantla tapa bilərsən. Bax, vuranda 2x vur 2, 4x çıx 3x, elədi x. Mənfi 3 vur 2, elədi 6. Bunun da kökün biri olur mənfi 2, biri olur nə? 1,5. Burada mənfi 2 ola bilərmi? Ona baxaq. Mənfi 2 ola bilməz. Çünki mənfi 2 qoyduqda bura nə olur? Mənfi eləyir. Ona görə cavab olur 1,5. Yaxşı, deməli bunu yaza bilərik. 1 bölünsün 14 əsasdan 3-dür də. Bunu 3 əsasdan 14 yazırıq. Çıxılsın loqaritm 3 əsasdan x. Bura qədər aydındır. Bunu da yaza bilərik nə? Loqaritm 3 əsasdan 14 böl x düstura görə. Deməli, əsaslar eyni oldu. Əsaslar eyni olduğu üçün onda x plus 2-də 1,
bərabər yaza bilərik 14 bölü x. Bunu da hər tərəfini 2x-a vursa olur 2x kvadrat. Üstə gəl x çıxılsın 2x-a vurduğumuza görə nə olur? 28 bərabərdir 0. Bunun da həllini tapası olsaq, deməli, keçən dəfə bir dənə qayda demişdim. Demişdim, bu 2-ni gətirib vuruq bura 28-ə. Yazırıq bunu x kvadrat, üstə gəl x çıx 56. Bu da hansı iki ədədin hasili? Mənfi 56, cəmi mənfi 1 eləyər. X-in əmsalı 1 olanda əks işarə ilə mənfi 1. Bu da x1 olurdu, mənfi 8. Mənfi 8 7. 7. Amma bizim tənliyimiz budur da. İndi təzədən qayda burada. Bu kökləri bölürəm 2-yə. Yəni bizim bu tənliyimizin kökü olacaq onda. Biri olacaq mənfi 4. Biri də olacaq 7 bölü 2, 3,5. Yəni bunu diskriminasiya... Çünki mənfi də olmadığından 2,5'dir. Bəli, orada da mənfi hansı sualda mənfi 4 versə olmur. Çünki bura loqaritm altındakı mənfi olur. 3,5 olur. Görürsünüz, ikisi də var. Bu da verib, bunu da verib. Bunu çaşıb burada bunu yazsa cavab səhv gedir. Amma cavab içində bu olur. Mən D yazmışdım. Hə, ona görə D ödəmir də. Çünki loqaritm altında mənfi olmaz axı. Deməli, 12-ni necə yaza bilərik? Bu biraz fərqli sualdır. Deməli, burada da bu sağdakını, 7-ni bunu saxlayıraq. Bunu saxlayaq. Bu kök adlı 2 əsaslandır. Biz də biraz balaca düşür burada. Deməli, kökdə 2 əsasdan 5 çıx x bərabərdir. 49-u yaza bilərəm 7 üstü 2 loqaritm 4-ü də yaza bilərəm 2 üstü 2 35 çıx 7x. İndi bu 1 bölü 2 kimi çıxır qabağa. Düzdür? Burada nə alırıq? Deməli, bunu da yazaq təzədən burada. 7 üstü. Bunu kökü, belə bir dənə qayda vardı. Yəni, bayaqki qayda. Məsələn, A əsasdan B-dirsə, bunu yaza bilərəm. A kvadrat, B kvadrat. Belə yaza bilərəm. Kvadratı yüksədir və yaxud da tərsən. Bundan buna qayda bilərəm. Elə ki, 2 bölü 2 kimi çıxır qabağa. Elə A-da B, A kvadrat əsasdan B kvadrat. Məsələn, belə deyim. Loqaritm 2 əsasdan deyək ki, 3-ü mən yaza bilərəm. 4 əsasdan 9 və yaxud da bunu yaza bilərəm. Tutaq ki, 8 əsasdan 27. Hətta bunu yaza bilərəm, misal üçün, 64 əsasdan 81. Bunlar eyni şeydir. Və ikisini də kvadrata yüksəltdim, kuba yüksəltdim. Burada 2 üstü 4, 3 üstü 4 şəklində yazdım. Bu qaydaya görə onda burada da yaza bilərəm. Loqaritm 7 üstü loqaritm 2 əsasdan 5 çıx x-in kvadratı yaza bilərəm. Kökdən qutarmaqdan ötürü. Kökdə 2-nin kvadratı 2 oluraq. Burada da 1 bölü 2 kimi çıxanda bunlar gedir. Qalır elə 7 üstü loqaritm 2 əsasdan 35 çıx 7x. İndi burada 7 üstü əsaslar da eynidir. Onda bunun bir-birinə bərabər olması ilə nə yaza bilərəm? 5 çıx x-in kvadratı bərabərdir 35 çıx 7x. Bunu da deməli buradan 7-ni çıxartsam, əgər də kvadrata yüksəldim, kvadrat tənə kimi yazaq. 25 üstə gəl x kvadrat çıx 10x. 35 çıx 7x. Buradan da nə alırıq? X kvadrat çıx 3x çıxılsın 25-dən o da elədi 10. Burada Viet teoreminə görə biri olur mənfi 2, biri də olur 5. Hə, indi mənfi 2 ödəyər. Amma 5 ödəməz. Çünki 5-i qoysaq burada nə olur? Kökdə 2 əsasdan 0. Hə, burada da qoysaq yenə 4 əsasdan 0 olur. O da olmaz. Ona görə cavab buradan nə ödəyir? Bir dənə mənfi 2 ödəyir. Hə, burada da deməli 5 nə? Deməli loqaritm üstlər, əsaslar eyni olduğu üçün üstlər toplanır. Nə yazırıq? 5 üstü loqaritm 3 əsasdan 2 üstə gəl. Bax, burada da görsən kökdə 3 əsasdan 2-dirsə, kökdə 3-ün kvadratı 2-nin kvadratı kimi olanda olacaq nə? Loqaritm 3 əsasdan 4. Yəni kök haqqda 3 əsasdan 2 elə 3 əsasdan 4 deməkdir. Üstlər də toplanır. 125-də nə yaza bilərik? 5-in kubu kimi.
Deməli onda nə olur? Əsaslar eynidirsə üstlər toplanır. 3s'dən x plus 3s'dən 4 bərabərdir nəyə? Elə 3'ə. Bu da toplama olanda, əsaslar eyni olanda nə olurdu? Vurulurdu. Loqaritmin altındakı ifadələr və yaxud ədədlər 4x bərabərdir 3'ə. Buradan 4x bərabərdir nəyə? 3 üstü 3'ə. X təbədi nə olur? 27 böl 4'ə. Yəni cavab Y bəndi. 22. 22'də də yenə burada. Deməli 3 üstü mənfi 1 kimi yazırıq bunu. Yəni 3 üstü modulda x minus 4. Bildin də birbaşa 3 üstü mənfi 1 mənfini vururuq belə olur. X minus 4. İndi buradan nə alırıq? Mənfi modulda modulun qabağında mənfi bərabərdir x çıx 4. Buradan da alırıq nə? X çıx 4 modulda bərabərdir 4 çıx x. Deməli modulun içərisindəki ifadə əks işarə ilə çıxıb. Əks işarə ilə nə vaxt çıxırdı? Bu kiçik bərabərdir Mənfi olunca. hə, yəni kiçik bərabərdir 0. Burada x kiçik bərabərdir 4. Yəni cavab olur B bəndi. Mənfi sonsuzluq 4. Deməli 27-də necə olur? Burada əsas kökdə 27 çıx 5 hansı aralıqdadır? 27-dən kökdə 20-dən 5 tam deyək ki, təqribən 10-da 2-də, misal 5-dən böyük olur da, yəni. X minus 1, bu da böyük bərabərdir. Bunu da yazırıq. 1'in də yerinə yaza bilərik. Kökdə 27 çıx 5 üstünə 0. Kökdə 27 çıx 5 üstü 0, 1 eləyir də. Bu əsas, demişdik ki, üstü funksiyada əsas 0 ilə 1 arasında olanda bərabərsin işarəsi nə olurdu? Əksinə dəyişirdi. Burada da 0 ilə 1 arasındadır. Ona görə x çıx 1 nə olur? Kiçik bərabərdir 0 alınır. Buradan da x kiçik bərabərdir nə alınır? 1 alınır. Böyük işarəsi əksinə dəyişir də ona görə. Çünki əsas nədir? 0 ilə 1 arasındadır. Yəni kəsirdir. Anda birine müsbət sonsuzluq götürmüşdüm. Hə, yox, mənfi sonsuzu 1 ona görə olur. 0-1 arasında olduğu üçün. Əgər bu 1-dən böyük olsaydı əsas, onda elə olardı. Elə x çıx 1 böyük bərabərdir 0 olardı. O da 1 müsbət sonsuz olardı. Yəni bu 28 tipində suallar nə formada olur? Birincisi bura x plus 5. Bu böyükdür 0. Bura mənfi ola bilməz. İkincisi də bunu yazır loqaritm 0,1-dən x plus 5 böyük bərabərdir. Ya da bunu heç ehtiyac yoxdur belə yazmağa. Elə birbaşa yaza bilərik. Və yaxud da bunu belə yaza bilərik. Loqaritm 0,1-dən 0,1 üstü mənfi 1. Bu birisi ki mənfi 1 eləyir də. İndi əsas 0 ilə 1 arasında olanda bu nə olur? Demişdi azalan funksiya olduğu üçün loqaritm funksiya. Burada x plus 5 nə olur? Böyük bərabər olur da kiçik bərabərdir. Hə, 0,1 üstü mənfi 1. 0,1 üstü mənfi 1 də elə 10 deməkdir də. 10,1 üstü mənfi 1 eləyir, o da 10 deməkdir. Yəni burada nə alırıq? Onda belə, yekunda belə bir şey alırıq. X plus 5 böyükdür 0. X plus 5 kiçik bərabərdir 10. Buradan da alırıq nə? X böyükdür mənfi 5. X kiçik bərabərdir 10 çıx 5. O dedik 5. Cavab olur mənfi 5, 5. Bunların kəsişməsi mənfi 5, 5 yarım parçası və yaxud da yarım aralıq. Aydın oldu, belə həll olur. 29-da da nədir? Bunu yerlərini dəyişirik, böyük işarəsi olur, kiçik. Elə ki 1 bölünsün, x səsdən 0,7-dir. O da nə olur? Belə yerlərini dəyişirdi. Loqaritm x səsdən bax, belə bir şey var da. Loqaritm a əsasdan b nə idi? 1 bölünsün, loqaritm b əsasdan a. Yəni loqaritm 0,7 əsasdan x yaza bilər nə? 1 bölünsün, loqaritm əsasdan 0,7. Yəni bu birisini də yazanda onda əslində belə olur da. Məsələn, elə ki, bu niyə birbaşa bunu mən yazdım? İzahını verirəm. Loqaritm x əsasdan 0,7 böyükdür, daha doğrusu hələ işarə qalır. 1 bölünsün loqaritm x əsasdan 0,7. Bu belə olanda da demişdi ki, əsasda sürətlər eyni olanda hansı böyük olurdu? Məxrəci kiçik olan böyük olur da. Sürətdən eyni olan kəsirlərdən məxrəci kiçik olan böyük olmurdu. Demək ki, loqaritm x əsasdan 0,7 kiçik olub ki, loqaritm x əsasdan 0,5-dən bu belə olub da.
Yəni elə ki, bundan buna birbaşa belə keçdi. Yerlərin dəyişəndə bu işarə nə olur? Əksinə dəyişir. Sonra burada nə idi? Sonra bunu sola keçirdirdi. Loqaritm x əstən 0.7 çıx loqaritm x əstən 0.5 kiçikdir 0. Sonra burada nə idi? Əsaslar eyni olduğu üçün nə olurdu? Loqaritm x əstən 0.7 böl 0.5. Bu da olurdu nə? 5-də 7. Kiçikdir 0. İndi burada nə olardı cəmlə cavab? Bunu istəsəz sıfırın yerinə belə bir şey də yaza bilərsiniz. Loqaritm x əstən 5-də 7. 5-də 7. Bunu yaza bilərsiniz. X əstən 1. X əstən 1 0 eləyir də. Düzdür? İndi 5-də 7 böyüdürsə, onda 5-də 7 1-dən böyüdür də. Amma burada kiçik yazılıb. Kiçik yazılıbsa, o zaman burada x hansı aralıqda olmalıdır? Normalda 5-də 7 1-dən böyüdür. Amma loqaritm x əstən 5-də 7 kiçik olub loqaritm x əstən 1-dən. Onda nə olar burada cavab? Aysa, demək azalan olmalıdır da bu. X 0 ilə 1 arasında olmalıdır. Və yaxud da keçən dəfə bir dənə İşarət dəyişim. bəli. Keçən dəfə bir dənə bir şey demişdim də mən. Bir dənə bir şey var idi. Demişdi ki, bu əgər mənfidirsə, bax bura nədir? 5-də 7 1-dən böyüdür. 1-dən böyüdürsə, onda bu əsas 0 ilə 1 arasında olmalıdır. Məsələn, loqaritm 2-də 1 əsasdan 4. Bu nə edir? Mənfi 2 eləyir də. Bax, görürsün, biri kəsirdi, biri 4-dür. Bu mənfi eləyir. Demək, bunun mənfi olması üçün, yuxarı 5-də 7 1-dən böyüdü axı. Bunun mənfi olması üçün əsas 0-1 arasında olmalıdır. Ona görə x daxildir 0-1. Və buradan da görünür də, loqaritmik funksiyada 5-də 7 1-dən böyükdür. Amma x əstən 5-də 7, x əstən 1-dən kiçikdir. Deməli, bu azalan funksiyadır. Azalan funksiya olanda da əsas hansı aralıqda olurdu? 0-1 arasında olurdu. Ona görə cavab olur 0-1. 35. Bu illəri düşən, imtihana düşən sualıdır. 35-ci sualda da nə edirik? 6-da 1 üstü x. Deməli, bunu biz 6-da 1 üstü x bölünsün 3-də 2 üstü x bərabərdir 3-də 2 üstü 1. Deyiləm ki, bu şəkildə yaza bilərik. Böləndə də nə olur? 6-da 1 vurulsun 2-də 3 üstü x bərabərdir 3-də 2-yə. Bizdən soruşur 4 üstü x-in qiyməti. Bunda vuranda nə olur? Cəmlə, burada olur 4-də 1 üstü x bərabərdir 3-də 2-yə. Düzdür? Bunda sürət 1 bölünsün 4 üstü x-də. Burada 4 üstü x nə olur? 2-də 3. Ya bu da nə olur 4 üstü x onda? 1,5. Cəmlə belə olur da. 1 bölünsün 3 əslən x olduğu üçün bayaq demək loqaritm a əslən b bərabərdir 1 bölünsün b əsasdan a. O üstünə görə nə yazmaq olar? Deməli, loqaritm x əslən 3, x əsasdan 9, x əslən 27. Bunları da elə bir-birinə vursaq, 3 vur 9 vur 27. Olur nə? Loqaritm əsasdan 3, 9 vur 27. Bərabərdir 6. Buradan da nə alırıq? X üstü 6 bərabərdir. 3 üstü neçə olur? 1 vur 3 üstü 2 vur 3 üstü 3. X üstü 6 bərabərdir. 3 üstü 6 ilə. Düzdür. Üstlər eyni olduğu üçün elə x-də nə olur? 3 olur. Əsaslar da bərabər olmalıdır. 53-də də məsələn hər tərəfi, bax yenə bayaqki suala oxşardı. 3 üstü 2x-ə bölsək 9 üstü x eləyirdi o. Düzdür. Burada deməli hər tərəf 9 üstü x-ə bölsək 7 üstü x böl 9 üstü x böyükdür 1. 9-da 7 üstü x böyükdür, bu deyilir nə? 9-da 7 üstü 0. Düzdür. 9-da 7 üstü 0 1 eləyir axı. İndi əsas 0 ilə 1 arasında olanda x kiçikdir nə olur? 0. Bunu ödən ən böyük tam ədəddə nə olur? Mənfi 1. Mənfi 1.
Hə, yəni bax bu tip suallar olanda ən yaxşısı belədir. Hər tərəfi bölürsən sağdakına, oradan tapmaq olur rahat bir şəkildə. Yaxşı sualınız yoxdursa, onda yekunlaşdıraq. Gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Özünüzə yaxşı baxın. Görüşərik inşallah. Çok sağ olun. Geceniz Xeyrə doğru, sağ ol. Siz xeyir qalsın. Sağ ol, hadi, sağ ol.